Bugün sizlərlə Dövlət İmtahan Mərkəzinin bizə təqdim etdiyi test toplusundan 552-ci sual və 571-ci suala qədər olan sualların belə deyək izahını verəcəm. Niyə məhz o aralıq? Çünki bu aralıqda olan suallar məhz Ombudsman haqqında Konstitusiya qanunundandır. Elə isə gəlin vaxt itirmədən başlayaq. Bu arada onu da qeyd edim ki, dostlar, bundan əvvəl də Dövlət İmtahan Mərkəzinin digər suallarının da izahını vermişəm. Əlavə olaraq mövzu sınaqları, ümumi sınaqlarla bağlı bu kanalımda test paylaşıram. Bunlardan xəbərdar olmaq üçün mənim Telegram və WhatsApp qrupuma üzv olun, zəhmət olmasa. Bu da belə. İndi 552-dən başlayırıq. Deyir ki, Ombudsman haqqında Konstitusiya qanununa əsasən uyğunluğu müəyyən edin. 1. Müvəkkil Azərbaycan Respublikasının prezidentinə təkliflər verə bilər və 2 isə Milli Məclisə təkliflər verə bilər. İndi gəlin uyğunlaşdıraq. F məsələsi. Bilirsiniz ki, F məsələsi ilə vətəndaşlıq məsələsi məhz prezidentin səlahiyyətindədir. Yəni 1-də olmalıdır A və C olmalıdır. 2-də isə nə olacaq? Gəlin baxaq. İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların qəbul edilməsi. Bilirik ki, Milli Məclisin aktları Konstitusiya qanundur və qərardır. Yəni bu isə Milli Məclisə aid olur, B variantı. Və bir də əlbəttə ki, burada Y bəndi də var. Y bəndi budur ki, amnistiyanın elan edilməsi məsələsi var. O da Milli Məclisin səlahiyyətindədir. Bura B, Y-ni yazıram. Gəlin baxaq variantlara. 1-də A, C var. Bax, bu variantı silirəm. Bu variantı da silirəm. Baxın, bu variant da silinir. Çünki burada A-nı qeyd etməyib. Ona görə bizim doğru cavabımız bu olacaq. Və bir də burada D bəndi var. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə qanunların ləğv edilməsi məsələsi var ki, bu da uyğun gəlir. Belə deyək, məhz bax bu varianta Milli Məclisə. D variantı. Bu bizim birinci sualımız. Davam edirik dostlar. Digər suala baxaq. 553-cü sual. Qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa əsasən müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə hansı tədbirləri həyata keçirir? Gəlin baxaq. 1. Qərar və ya hərəkəti nəticəsində insan hüquqlarını pozmuş dövlət və ya yerli özünü idarə orqanlarından vəsvəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək. Bəli, belə bir hüququ vardırmı? Əlbəttə ki, var. İkinci nədir? Cinayət əlamətləri aşkar etdikdə cinayət işinin başlanması barədə qərar qəbul etmək və ya müvafiq orqanlara müraciət etmək. Gəlin baxaq görəkmi, Ombudsmanın işidirmi cinayətin başlanması barədə qərar qəbul olunması? Əlbəttə ki, xeyr. Ona görə bax bu variantı biz götürmürük. Çünki cinayət əlamətləri aşkar olunarsa, o zaman müvafiq orqanlara cinayət işinin başlanması ilə bağlı müraciət etmək hüququ var. 3. Hüquqi aktların şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək. Ümumiyyətlə, hüquqi aktların şərh edilməsi ilə bağlı bilirsiniz ki, Ombudsman belə deyək, Konstitusiya Məhkəməsinə sorğu vermir. Bəs Konstitusiya Məhkəməsinə sorğu necə müəyyən olunur? Bunu şərh hissəsinə də yaza bilərsiniz və irəliləyən dəqiqələrdə isə mən özüm də bunun cavabını verəcəm. 4-cü məsələ deyir ki, insan hüquqlarının pozulması ilə əlaqədar olaraq aparılmış yoxlanılmanın nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək. Bəli, bu var. Yəni buradan götürən 1, 4 və bir də şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək. Bax, mənim demək istədiyim məsələ bu idi. Yəni 1, 4, 5 bizdə doğru variant olacaq. Davam edirik dostlar. Keçirik digərinə. Mən burada qrəncimizi də buradan üzr istəyirəm. Belə bunu götürüm. Aha. 554. Deyir ki, Ombudsman haqqında Konstitusiya qanununa əsasən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi təsis edilir. Gəlin baxaq. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün. Bəli, biri buydu. Daha sonra 2-yə baxaq. Qeyd olunur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş
və Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün bəli, bir konstitusiya idi, bir də tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə təsdiq olunmuş idi. Yəni 1-2 bizdə doğru cavab olacaq. O zaman mən bu C ilə D variantını silirəm. 3-ə baxırıq. Azərbaycan Respublikasının konstitusiyasında və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə təsbit olunmuş və yerli özünü idarə orqanları tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün bəli 1, 2, 4 doğru cavabdır. Ancaq 3 doğru deyil. Çünki qeyd olunur ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən və ya təminat verilən insan hüquqlarının və azadlıqlarının müdafiəsi və tanınması üçün. Bax, bu belə bir şey yox idi. Ona görə bu variantda silən və doğru cavabımız A variantı olur. 555-ci suala baxırıq. Deyir ki, Ombudsman haqqında Konstitusiya qanununa əsasən insan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsinin əsasları ilə bağlı doğrudur söhbət maddə 11-dən gedir. Bir də qeyd olunur ki, hüquqları pozulduğu gündən 1 il müddətində ərizəçi tərəfindən müddəti ötürülməklə şikayət verdikdə. Bəli, belə bir maddəmiz var idi. Ona görə 1-i götürməliyəm. Mən markerimi götürməmişəm, üzrlü sayın. 1-i götürdüm. O zaman bu variantlarım getdi. Şikayət müvəkkilin səlahiyyətinə aid olmadıqda. Bəli, bu zamanda imtina edə bilər. Bu da var. 2. Daha sonra anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlar olarsa. Baxmayaraq ki, anonimdir, ancaq bu olarsa imtina edə bilməz. Ona görə 3-ü də götürməsəm, avtomatik mənim cavabım tapılmış olur. 4-də isə deyir ki, şikayətlə bağlı məhkəmə icraatı getdikdə. Bəli, biri də budur. Ancaq 5-də deyir ki, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar olduqda artıq bu zaman imtina edə bilməz. Keçirik digər bizim variantımıza 556-ya variant yox sualı. Ombudsman haqqında Konstitusiya qanununa əsasən müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə hansı tədbirləri həyata keçirir maraqlıdır. Deyir ki, 1. Qərar və ya hərəkəti nəticəsində insan hüquqları pozmuş dövlət orqanlarından, keçək bu hissəyə, dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən həmin hüquqların bərpasını tələb etmək. 1 var. Buradan elə 1-i də belə qeyd edeyim. 1. O zaman A variantını da silirəm, D-ni də silirəm. 2-də deyir ki, cinayət əlamətləri aşkar edildikdə cinayət işinin başlanması barədə qərar qəbul etmək və ya səlahiyyətli orqana göndərmək. Bilirsiniz ki, bayaq da dedik ki, bu barədə qərar qəbul etməməlidir. Bunun səlahiyyəti deyil axı. Ona görə 2-ni də silirəm və avtomatik mənim cavabımı tapmış oluram. Məsələn, 4-də deyir ki, insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək. Biri budur, doğrudan gedirsə və İkincisi, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Konstitusiya məhkəməsinə sorğu ilə müraciət etmək. Bu hissəni yadınızda saxlayın, imtahana düşə bilər. Dostlar, 557-ci suala baxırıq. Deyir ki, Ombudsman haqqında Konstitusiya qanununa əsasən insan hüquqlarının pozulmasına dair Ombudsman haqqında Konstitusiya qanununda göstərilən müddəalara aid uyğun, düzgün şərtləri seçin. Burada uyğunlaşdırma aparmalıyıq. Bir də deyir ki, ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda müvəkkil qəbul edə bilər, müvəkkil şikayətə baxmır və 10 iş günü müddətində müvəkkilə təqdim etməlidir. A bəndində qeyd olunur ki, şikayət müvəkkilin səlahiyyətlərinə görə məqsədə uyğun olmadıqda. Ümumiyyətcə, əgər şikayət müvəkkilin belə deyək, səlahiyyətlərinə uyğun deyilsə, o zaman nə edilir? İmtina olunmur əksinə. Əksinə o digər səlahiyyətli dövlət orqanlarına həmin materiallar göndərilir. Bax, bu variant heç birinə uyğun gəlmir. Hansı variantda ki A işlənib onu çıxmalıyam. Baxın, B-də də var, C-də də var, D-də də var. Deməli, avtomatik mən variantımı tapmış oldum. Bu qədər sadə. Amma gəlin dəqiqləşdirək. Getdik. Qeyd olunur ki, burada Y bəndində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətə bağlı mülahizələrini, bax, bununla bağlı 13 günün müddətində müvəkkilə təqdim etməlidir. Yəni 3-ə Y uyğun gəlir, 1-ə uyğun gəlir. Məsələn, şikayətə baxılmasından imtina barədə qərar qəbul edilməsi barədə. Ümumiyyətcə, burada B variantını da bilmirəm, burada hansına aid eləyim, bunu da aid eləməyəcəm. A, B getdim. C bəndində şikayətə baxılmaq üçün qərar qəbul edilməsi barədə, bax, bu barədə var, yəni söhbət gedir 1. C olur ki, ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olursa, o zaman müvəkkil qərar qəbul edir ki, şikayətə baxaq. 1-ə də C uyğun gəldi. Bəs 2-yə? 2 də olur ki, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar
olmursa, o zaman müvəkkil şikayətə baxmır. Ancaq yeni olursa baxır. Ona görə də bu da olur. D variantı. Mən burada bunu gəldi belə. 2 də olur D. Burada yazaq D. Və bizim doğru cavabımız bundan da təsdiqlənmiş oldu. Davam edirik dostlar. Digər sualımıza baxaq biz. 550-ci suala. Daha doğrusu 558. Ombudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununa əsasən uyğunluğu müəyyən edin. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks edilmiş halların araşdırılması və milli preventiv mexanizm funksiyalarının həyata keçirilməsi zamanı müvəkkilin hüququdur. Gərək görək burada hansılar müvəkkilin hüququdur. A bəndində deyir ki, insan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda. Bu zaman neyini yerdir? Müvəkkil öz təşəbbüsü ilə araşdırma apardı. Ona görə bu bizdə ikinciyə uyğun gəlir. Yəni 2A olacaq. Buradan bunu bir dənə qeyd edək. Şəxsin öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunduğu halda bu zamanda özü araşdırma aparır. Yəni 2-yə həm A aiddir, həm B aiddir. Bu da bizdə bu variantlar arasında da A-si. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq zərurəti yaranırsa, bax bu əlavə zərurət yaranırsa, bu 30 gün müddətinə qədər uzadılır. Yəni söhbət C bəndindən gedir burada. Artıq biz cavabımızı tapdıq. A bəndidir. Digərinə baxaq. Şikayətə baxmaq üçün mütəxəssis rəyi almaq zərurəti yarandıqda, belə bir şey yoxdur ümumiyyətcə. Mütəxəssis rəyi almaq, ancaq müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq onun hüququdur. Yəni bir isə Y bəndinə uyğun gəlir. Ay, üzr istəyirəm. Burada C-ni işarədim. Yəni doğru cavabımız A olur. Çünki hər iki variantda da bir də Y var. Ancaq D variantın burada biz işarə yox eləmişik ki, yəni bu heç birinə uyğun gəlmir. Zaten bir D ilə cavabı tapmış olardınız. İndi isə biz keçirik digər sualımıza və 559-cu sualdır. Burada qeyd olunur ki, ombudsman haqqında Konstitusiya qanununa görə insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və onun nəticələri ilə bağlı yanlışdan söhbət gedir. Şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozularsa, müvəkkil Azərbaycan Respublikasının Ali Məhkəməsinə sorğu ilə müraciət edir. Ali Məhkəmə yoxsa Konstitusiya Məhkəməsi? Əlbəttə ki, Konstitusiya Məhkəməsinə. Ona görə elə yanlış variantımız da məhz 559-cudur. İndi isə dostlar keçək digər suala 560-a. 60 buradan başlayırmış. Ombudsman haqqında Azərbaycan Respublikasının Konstitusiya qanununa əsasən doğrudur. Müvəkkil, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünü idarə orqanlarının və vəzifəli şəxslərin vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir. Xeyr, bu olmalıdır. İnformasiya əldə etmək haqqında qanuna əsasən. Ona görə bu yanlışdır. Digərinə baxaq biz. Müvəkkil istənilən fəaliyyət sahəsində deyir, yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Zaten burada istənilən fəaliyyət sözünü gördünüzsə, bilin bu yanlışdır. Çünki fəaliyyət istiqamətlərinə uyğun olaraq, yəni pozulmuş insan hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə, yəni bunlarla əməkdaşlıq edə bilər. İnsan hüquqları ilə bağlı bu da yanlışdır. Prezidentin, Milli Məclisin deputatlarının və hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətinə aiddir, aid deyil. C-də getdi. Bir dənə D variantı doğru qalır ki, o da müvəkkil siyasi sığıncaq məsələlərin verilməsinin həlli ilə bağlı prezidentə təklif verə bilər. Əlbəttə ki, verə bilər. Vətəndaşlıqla bağlı da təkliflər verə bilər və s. Və keçirik artıq 561-ci sualımıza. Qeyd olunur ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkil haqqında qanununa, yəni Konstitusiya qanununa əsasən şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılmaq, şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlamaq aparmaq, lazım gəldiyi halda şikayətə baxılma müddətinin uzadılması müvafiq olaraq nə qədər təşkil edir. Gəlin ilk olaraq başdan baxaq. Şikayətə baxılmadır. Və yaxud şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və material tələb etmək. Ümumiyyətlə, bax, ilk şikayətə baxılma 15 gün olur. O zaman bunları çıxdım. Və daha sonra burada ikinciyə baxaq. Burada deməli, ikinci budur. Baxın, əlavə yoxlamaq aparmaq məsələsidir. Bu olur 30 gün və bir də sonuncu şikayətə baxılma müddətinin uzadılması da bu da məhz 30 gündür. Ona görə elə bizim doğru cavabımız D variantı olmuş olacaq. Dostlar, 562-ci suala baxırıq. Deyək ki,
Ombudsman haqqında Konstitusiya qanununa əsasən müvəkkilin aşağıdakı məsələlərlə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ var. Məhkəmələrdə süründürməçilik biri buydu. Məhkəmə qərarlarının icrasının gecikdirilməsi var və bir də məhkəmədə sənədlərin itirilməsi və vaxtında verilməməsi məsələsi var ki, bax bu 3 məsələni də yadınızda saxlayın. 1, 3, 4 bizim doğru cavabımızdır. Dostlar, 563-cü suala baxırıq. Deyir ki, ombudsman haqqında Konstitusiya qanununa əsasən doğrudur. Şikayət şifahi verilirsə, müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır. Tələbi insan hüquqlarının pozulmasına dair şikayətin məzmununa aiddir. Bəli, bu doğrudur. Burada yanlış bir şey yoxdur. 2-də deyir ki, müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir. Müddəası insan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul etməsinə aid deyil. Ancaq aid idi, ona görə bu yanlışdır. Şikayətlə bağlı məhkəmə icraatı gedirsə, müvəkkil şikayətə baxmır müddəası insan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslara aiddir. Niyə ki? Elə məhz əsaslara aid də bax budur, 3-ü də silirəm. Bir də 4 var bizdə. Şikayət ərizəçinin hüquqlarının pozulduğu gündən 1 il müddətində verilə bilər tələblərin pozulması müddəası insan hüquqlarının pozulmasına dair şikayətin baxılmasından imtina edilməsi üçün əsaslara aiddir. Bu doğru cavabdır. 1, 4 doğru olur. Onu da qeyd edim ki, insan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar var. Bunlar hansıları idi? Məhz biri buydu ki, bu 1 il müddətində verilə bilər tələb artıq müddəti ötürsə, yəni 1 ili keçirsə və yaxud şikayət müvəkkilin səlahiyyətinə aid olmursa, şikayət anonim olursa və əsas tək anonim olmaqdan söhbət getmir. Anonimlikdən əlavə, yəni burada şikayətə baxılmaq üçün əsaslı faktlar yoxdursa, daha sonra şikayətlə bağlı məhkəmə icraatı gedirsə və təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmursa, o zaman bəli, problem deyil, 1-4 olur. Və keçirik digərinə 564-ə. Ombudsman haqqında Konstitusiya qanununa əsasən insan hüquqlarının pozulmasına dair şikayətin məzmunu barədə yanlışdır. Şikayət insan hüquqları pozulmuş şəxsin razılığı alınmadan yalnız qeyri-hökumət təşkilatları tərəfindən verilə bilər. Yalnız qeyri-hökumət təşkilatlarıdırmı? Bax, burada sual olunur. Əlbəttə ki, yalnız qeyri-hökumət təşkilatları deyil. Ona görə bəs biri mən götürməliyəm, digərlərinə heç hələ baxmıram. Bax, buradan variantları silək. Buradan D-ni də silək. Həmçinin C variantını da biz silirik. Daha sonra keçirik digərinə. Burada onu da qeyd edim ki, uşaqlar, yəni belə sualın üzərindən keçməyim. Bundan başqa, qeyri-hökumət təşkilatından başqa Həmkarlar İttifaqı da verə bilər, vətəndaşların təşəbbüs qrupları da və bələdiyyələrin məhəllə komitələri, yəni söhbət vətəndaş cəmiyyətinin institutlarından gedir, onlar da verə bilərdir. Şikayət şifahi verildikdə də qeydə alınmalı və imzalanmalıdır. Artıq biz bunun haqqında yuxarıdakı sualda danışmışdıq. Ona görə mən 2-ni də siləndən sonra doğru cavabını zaten tapmış oluram ki, bu məndə A variantıdır. Gəlin digərlərini də oxuyaq. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası olmadıqda müraciətə heç bir halda baxılmır. Belə bir şey ola bilərmi? Mən bayaqları dedim, anonim olarsa belə, əgər yeni faktlar olarsa, əsasən də əsaslı faktlar olarsa araşdırılır. Bu bizdə yanlışdır. Ərizəçinin xahişinin olması müvəkkilin onun barəsində məlumatları gizli saxlaması üçün əsas hesab edilmir. Xeyr, əsas hesab edilir. Bir də 5. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilərsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir. Bu isə doğrudur. Bunu xətt çəkirəm üstündən. Dostlar, 565-ci suala baxırıq. Ombudsman haqqında Konstitusiya qanununa əsasən hansı hallarda müvəkkil özü araşdırma aparır? Yəni, özü öz təşəbbüsü ilə araşdırma aparırdı. Bilirik ki, insan hüquqları pozulmuş şəxsin razılığı olmalıdır bu və xüsusi ictimai əhəmiyyət kəsb edən hallar idi və bir də ki, öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin mənafələrinə toxunduğu hallarda və əlbəttə ki, onların razılığı ilə olur və ona görə bizdə C variantı bizdə doğru cavabımız olmuş olacaq. Keçirik digər sualımıza, 566-cı suala.
Qeyd olunur ki, Ombudsman haqqında Konstitusiya qanununa görə insan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv funksiyaların həyata keçirilməsi qaydasına əsasən müvəkkilin hansı hüquqları var? 1. Dövlət hakimiyyəti və yerli özünü idarə etmə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq. Bu var idi. 1. Şikayətin araşdırılması zamanı vəzifəli şəxslərin yazılı arayışlar almaq. Bu da var idi, bəli, belə bir hüququ var. 2-də var. 4-ə baxaq biz. Müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanması məsələsini tapşırmaq. Bəli, bu da var. 6-da nə deyirdi? Hər bir halda deyir, ərizəsi barədə məlumatları gizli saxlamaq. Hər bir halda məsələsi yoxdur. Ona görə bu da yanlışdır və bizim doğru cavabımız A variantı olmuş olacaq. İndi isə keçək digər 567-ci suala. Bu artıq situasiya tipli sualdır. Qeyd olunur ki, Bakı adlı qazetin müxbiri A. Abşeron adlı mənzil tikinti kooperativinə binaların tikintisi zamanı istifadə etdikləri material barəsində informasiya əldə etmək üçün müraciət edib. Tamam, buradan yazaq, Asim olsun bu A adında şəxs. Abşeron MTK A-ya, yəni mənə cavab verməkdən imtina edərək bildirmişdir ki, onun belə bir informasiyanı A-ya vermək öhdəliyi yoxdur. Daha sonra A, Abşeron MTK-nın təsisçisi olan B-yə şəxsən müraciət edərək binaların tikintisi zamanı istifadə etdikləri materiallar barəsində məlumatları ondan da istəyir, yəni rəhbərdən də istəyir. Əla. Daha 2 MTK-ya bənzər sorğularla müraciət aldığı cavabların fərqli olmadığını görən A, müvəkkilə şikayət yazaraq MTK-ların media nümayəndəsi kimi onun sorğularına cavab vermədiyindən şikayət edir və bu sahədə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi üçün ona yardım görməsini istəyir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili haqqında Konstitusiya qanununa görə situasiya ilə bağlı doğru cavabı verin. Onu da qeyd edim ki, uşaqlar, həmin bu məsələ ilə bağlı dövlət orqanı deyil, gördüyünüz kimi bir özəl bir şirkətdir. Burada artıq, yəni bu həmin müvəkkilin səlahiyyətinə aid deyil. Yəni onun üçün nə etməlidir buna? Onun üçün əlbəttə ki, müvəkkil şikayətə baxmamalıdır. Çünki biz qeyd etmişdik ki, müvəkkil şikayətə o halda baxmırdı ki, biri də buydu ki, şikayət müvəkkilin səlahiyyətinə aid olmursa, düzdürmü? Aid deyilsə, o zaman əlbəttə ki, B bəndi bizdə doğru olmalıdır. Buna baxmamalıdır. Məsələn, A-da deyir ki, məhkəməyə şikayət etmə qaydasını izah etməlidir. Belə bir şey yox idi ümumiyyətlə məhkəməyə şikayət etmə qaydası. Sadəcə vardı ki, müvəkkilin şikayətə baxılmama halları var idi. Onu da mən yuxarıda da dedim, təkrar kimi deyirəm, anonim olursa, müddət ötürsə, yəni 1 il müddətindən söhbət gedir və s. İndi anonim olanda da əsaslı fakt olarsa, o zaman yenə baxmalıdır və yaxud şikayətlə bağlı məhkəmə icraatı gedirsə və s. Bu zaman imtina edir. Situasiyanın cavabı da qısa olaraq budur. 568-ci suala baxaq. Qeyd olunur ki, narkotik vasitələrin qanunsuz istifadəsinə görə məhkumluq həyatı yaşayan və növbəti dəfə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olan A. Müvəkkillər barəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarının ədalətsiz və qanunsuz olduğu haqqında şikayət məktubu yazır. İşin araşdırılması zamanı müvəkkil müəyyən edir ki, A barəsində Ali Məhkəmə tərəfindən qəbul olunmuş məhkəmə qərarı qanunsuz və əsassızdır və əlavə kassasiya qaydasında şikayət etmə hüququna malik olan subyektlərin birinə müraciət etməlidir. Müvəkkil bu subyektlərdən müsbət cavab ala bilmədiyi halda A barəsində qəbul olunmuş qərarın ləğvi üçün hansı tədbirlər görə bilər, üzr istəyirəm, belə bir şey ki, keçək digər variantlarımıza baxaq. Məsələn, bununla bağlı biz bilirik ki, ümumiyyətlə, müvəkkil bildiyiniz kimi, burada qeyd olunan Ali Məhkəmənin plenumu, əlbəttə ki, Ali Məhkəmənin plenumunun söhbəti burada ola bilməz. Biz bilirik ki, Konstitusiya Məhkəməsinə sorğu verir, ancaq nə ilə bağlı? Konstitusiya Məhkəməsinə sorğu verir ki, müvəkkil, yəni Ali Məhkəmənin qərarının qanunla müəyyən edilmiş qaydada Konstitusiya və qanunlara uyğunluğu məsələsinin həll edilməsi üçün verilir və burada C variantı olur. Bilirsiniz ki, Milli Məclisə sorğu verən subyektlər var. Onlar hansılardır? Onu zəhmət olmasa aşağı hissədə qeyd edin. Və onu da qeyd edim ki, əgər şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulursa, Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək hüququ var. Məhz Ombudsmanın bu sualda çox tez-tez düşən suallar arasındadır. İndi isə 569-a baxaq, bu da situasiya sualıdır. Situasiya sualında uşaqlar qorxmayın. Nə qədər sual uzunda olsa, ancaq cavablar daha qısa olur. Qonşu ölkələrin birinə işçi miqrant kimi gedən A,
2 il ərzində Azərbaycan Respublikasından kənarda olur. A ölkəyə dönərkən ona bəlli olur ki, o olmadığı müddət ərzində onun mülkiyyətində olan daşınmaz əmlak icazəsiz şəkildə B və C tərəfindən qanunsuz istifadə edilmiş və buna görə ailəsinə heç bir haqq ödənilməmişdir. A mülkiyyətindən qanunsuz istifadəyə görə ona dəymiş ziyanın ödənilməsi tələbi ilə B və C-yə qarşı məhkəmədə iddia qaldırır. A işi məhkəmə icraatında olarkən müvəkkilə şikayət məktubu yazır və iddiası üzərində qanuni qərarın qəbul edilməsi üçün ona yardım göstərilməsini xahiş edir. Ombudsman haqqında Konstitusiya qanununa əsasən situasiya ilə bağlı doğru cavabı müəyyən edin. Biz bilirik ki, əgərləri elə indicə dedim ki, bu iş məhkəmədə olursa, o zaman yəni buna artıq baxmır. Yəni məhkəmə icraatında olursa, bizim ona görə doğru cavabımız hansı olmalıdır? Baxın, C bəndində deyir ki, müvəkkil A-nın verdiyi şikayətdə cinayət əlamətləri olduğu üçün cinayət təqib orqanlarına cinayət işinin başlanması barədə müraciət etməlidir. Burada isə biz artıq cinayət məsuliyyəti haqqında burada bir şey var idimi? Əlbəttə ki, yoxdur burada. Niyə o zaman olmalıdır ki? Bu C variantını silirəm. D-də deyir müvəkkil A-nın mülki hüquqlarının pozulmasına dair şikayət ərizəsi ilə bağlı məhkəmə icraatı getdiyi üçün ona baxılmamalıdır. Məhz mən bunu deyirdim. Yuxarıda da qeyd etmişdim ki, bayaqları ilə bundan əvvəlki sualda demişdim ki, hansı halda müraciətə baxılmır. Biri də məhz bu idi ki, məhkəmə icraatı getdiyi üçün ona görə bu situasiya sualında buna baxılmamalıdır. Və 570-ci sualımıza baxırıq artıq. Bu bizdə görüm açıq sualdırmı? Bəli, açıq sualdır. Qeyd olunur ki, dövlət dilini bilməyən A psixiatriya müəssisəsində saxlanılır. Burada onun hüquqları 7 ay əvvəl kobud şəkildə pozur və o qardaş oğluna icazə verir ki, bununla bağlı olaraq müvəkkilə onun adından şikayət versin. Tamam, razılıq alınıb deməli və Azərbaycan Respublikasının Ombudsman haqqında Konstitusiya qanununa əsasən situasiya ilə bağlı yanlış olan cavabı müəyyən edin. Gəlin yanlışlara baxaq biz. Bir də qeyd olunur ki, A-nın fəaliyyət qabiliyyətini itirdiyi təsdiq edilməzsə, qardaşoğlu A-nın hüquqlarının pozulması barəsində şikayət verə bilməz. Ümumiyyətlə, biz bilirik ki, yəni bu insan hüququ pozulmuş şəxslərin razılığı olmalıdır ki, həmin o üçüncü şəxslər onların adından belə deyək, həmin şikayət versin ombudsmana. Əgərləri onun razılığını almaq mümkün olmursa, o zaman razılıq almadan da verilə bilər. Bu önəmli məsələdir. Lakin burada deyir fəaliyyət qabiliyyətini itirdiyi təsdiq edilməzsə. Yəni ümumiyyətlə üçüncü şəxslərin adından verə bilər. Bu yanlışdır. Niyə şikayət verə bilməz ki? Bəli, şikayət verə bilər. Zaten razılığı alınıb. Belə deyim. Daha sonra 2-də deyir ki, müvəkkil şikayətə baxılmasından imtina edərsə, A-nın qardaşı oğluna 13 günün müddətində yazılı şəkildə əsaslandırılmış cavab veriləcəkdir. Bəli, burada bir yanlış bir şey görmürəm mən. 3-də deyir ki, əgər A-nın qardaşı oğlu müvəkkilə təkcə şikayət göndərərsə və bu şikayətdə yeni faktlar, sübutlar və məlumatlar olmasa, müvəkkil şikayətə baxmayacaqdır. Bəli, bu şikayətə baxılmaması hallarında var idi. A-nın qardaşı oğlu şikayəti yazılı verməlidir. A-nın qardaşı oğlu şikayəti yazılı verməlidir, şifahi də verə bilər. Bilirsiniz, xüsusi blanklarda olur. Bu haqda da danışdıq və imzalanmalıdır ərizəçi tərəfindən. 5. Müvəkkil şikayətin onun səlahiyyətinə aid olmadığını müəyyən edərsə, bu barədə şikayəti baxmadan geri döndərəcəkdir. Xeyr, geri döndərmə yoxdur. Bu bayaq da bu haqda danışdım ki, bu göndərilir müvafiq səlahiyyətli orqanlara və bu 5 olur, 1, 4, 5-dir. Hələ ki, müvəkkil istənilən vaxt maneəsiz və əvvəlcədən xəbərdarlıq eləmədən A-nın saxlanıldığı yerə daxil olur. Belə bir hüququ var, bizdən isə yanlışı soruşur və 1, 4, 5 bizdə doğru cavabımız olacaq. Və bir də sonuncu sualımız var, 571-ci. Əri tərəfindən məişət zorakılığına məruz qalan və tez-tez döyülən A, prokurorluğa cinayət işinin başlanması ilə bağlı müraciət edir. Prokurorluq cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edir. Özündən şikayət edildiyini öyrənən ər mübahisə zəminində A-nı bıçaqlayaraq öldürür. A-nın ölümündən sonra onun bacısı B, prokurorluğun qanunsuz şəkildə cinayət işinin başlanmasının rədd edilməsi və bununla da A-nın hüquqlarının pozulmasının əsası ilə müvəkkilə şikayət edir. Konstitusiya qanununa əsasən situasiya ilə bağlı doğrudur.
Deyək ki, müvəkkil şikayəti baxmaq üçün qəbul etməlidir. Qanunda üçüncü şəxslərin hüquqları pozulmuş şəxs adından şikayət verməsi üçün hər hansısa məhdudlaşdırma nəzərdə tutulmayıb. Bunu mən doğru kimi götürə bilmərəm. Çünki burada razılıq alınmalı idi. Razılıq alınmırsa, o zamanları belə deyək də, o razılıq almadan da verə bilər. Ancaq məhdudiyyət var idi. Belə götürək. B-nin A-nın adından şikayət vermək hüququ yoxdur. Üçüncü şəxs kimi müvəkkilə şikayət verə bilməsi üçün razılıq alınmalıdır. Əslində B-nin A-nın adından şikayət vermək hüququ var. Yəni belə bir hüququmuz var idi. Digərinə baxaq, sonda ən uyğununu götürək. C-də deyir, müvəkkil şikayətə baxmaqdan imtina etməlidir. Bu ümumiyyətlə belə bir şey yoxdur. Yəni baxmaqdan imtina edə bilməz, əsas deyil. C variantını silirəm. D-də deyir ki, B ölmüş bacısı A-nın adından şikayət vermək hüququna malikdir və bu situasiyada üçüncü şəxs kimi müvəkkilə şikayət verə bilər. Əslində burada ən uyğun gələn variant elə D variantıdır ki, bəli, burada üçüncü şəxs kimi müvəkkilə şikayət verə bilər. Yəni biz bilirik də üçüncü şəxs kimi kimlər verirdi? Yəni üçüncü şəxslər, vətəndaş cəmiyyəti institutları ümumiyyətlə razılıq almadan şikayət verə bilərlər. Əgər razılığını almaq mümkün olmursa, vəfat edirsə, fəaliyyət qabiliyyətini itirirsə. Burada da artıq o vəfat edib həmin xanım. Ona görə məsələn B variantında deyir ki, razılıq alınmalıdır. Xeyr. Yəni burada artıq vəfat edib deyə razılıq alınmamalıdır. Məsələn A-da deyir ki, burada sadəcə deyir məhdudlaşdırma tutulmayıb. Ona görə mən bu variantı götürmürəm. Yəni məhdudlaşdırma tutulub əslində. Və ona görə ən uyğunu burada D variantı gəlir və məhz D variantı da doğru cavabımız olacaq. Bununla da biz ombudsman haqqında bütün sualların izahını vermiş oldum. Əgər hər hansısa suallarda bir yanlışlığım olarsa, cavabda, doğru cavabda, onu şərh hissəsinə yazmağınızı sizdən xahiş edirəm. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.